Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfərin məhkəmə prosesində Xankəndi şəhərinin, onun Kərkicahan qəsəbəsinin, Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin, Qazağın Bağanis ayrım kəndinin işğalı nəticəsində zərər çəkmiş şəxslər ifadə verdi. Əvvəlcə hakim Zeynal Ağayev zərərçəkmişləri məhkəmənin tərkibi ilə tanış etdi. Onları hüquq və vəzifələri barədə məlumatlandırdı. Bundan sonra Xankəndi şəhərinin işğalı zamanı zərərçəkmiş şəxs Əhməd Əhmədov ifadə verdi. Bildirdi ki, Xankəndində anadan olub və orada yaşayıb. Təhsil aldığı illərdə məktəbdə dəfələrlə Azərbaycanlı olduğu üçün təhqirlərə məruz qalıb. Bizi tork deyirdilər, dəfələrlə bizi təhqir eləyirdilər, dözümsüzlük hal yaradırdılar. Bizdə bir Armen Beqalaryan var idi, mənim sinif yoldaşım. Arxa partada otururdu. Gördüm, parta yoldaşına deyir ki, bəs Qarbaçov bizə söz verib, Hayastana qoşulluq, nə bilim, birləşirik. Bu mitingdən sonra bilirdik də, yəni nə isə gözlənilir, təxribat. Özdə deyilənə görə Ermənistandan da gətirmişdilər bəzi, o vaxt saqqallı deyirdilər, Bayvik deyirdilər bunlar. Zərər çəkmiş dedi ki, 1988-ci ilin yanvarında ermənilər Azərbaycanlılara qarşı açıq şəkildə təzyiqlər göstərməyə başlayıb. Qarabağın Azərbaycandan ayrılıb, Ermənistana birləşdiriləcəyinə dair təbliğatlar aparılıb. Şəhərdə təxribatların törədiləcəyi barədə fikirlər dolaşıb. Azərbaycanlılara çörək satılmayıb, onlar müxtəlif formada incidilib. Zərər çəkmiş həmçinin dedi ki, 1988-ci il fevralın 21-də Ağdamdan Xankəndiyə gələndə Əsgəran rayonunun girəcəyində, körpünün üstündə onlara yaxınlıqdakı zavoddan silahdan atəşlər açılıb. Gülləbaran nəticəsində qolundan yaralanıb. Onu Ağdam xəstəxanasına gətiriblər. Həmin vaxt xəstəxanada ağır vəziyyətdə olan Qarabağın ilk şəhidləri Əli Hacıyev və Bəxtiyar Quliyevin can verdiyini görüb. Fevralın 23-də onu Bakıda əməliyyat edib qolundakı gülləni çıxarıblar. Uzun müddət biləyi işləməyib. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zaman zərər çəkmiş şəxs bildirdi ki, Xankəndidə yüksək vəzifələrdə işləyənlərin böyük əksəriyyəti ermənilər olub. Onlar Azərbaycanlıları incidirmişlər. Şəhərdə qeydiyyata almayıb, ev tikməyə torpaq verməyiblər. Təhsil alıb qayıdan gəncləri işə qəbul etməyiblər. Azərbaycanlı gənclərin böyük əksəriyyəti işsiz olub. Azərbaycanlıları küçədə təhqir edib, təzyiq göstəriblər. Hücum edib, vəhşicəsinə döyülmüşlər. Şəhərdə Azərbaycanlıların sayını azaltmağa çalışıblar. Onlara şəhərdə yalnız ermənilərin yaşaya biləcəyini deyiblər. Əhməd Əhmədov dedi ki, onlar istəmirdilər ki, biz doğma torpağımızda yaşayaq. Həmin vaxt Xankəndidə yaşamaq üçün bütün təminat vardı. Ermənilər çox yaxşı şəraitdə yaşayırdılar. Şəhər su, qaz, elektrik enerjisi ilə təmin olunmuşdu. Nəqliyyat xətləri müntəzəm işləyirdi. Şəhərə dəmir yolu çəkilmişdi. Zərər çəkmiş şəxs Nazeykə Atakişiyeva Xankəndində anadan olduğunu və orada yaşadığını, işlədiyini, ermənilərin təzyiq və təqiblərinin 1967-ci ildən başladığını və 1988-ci ilin fevralından bunun açıq şəkildə həyata keçirildiyini dedi. Bildirdi ki, iş yerində dəfələrlə hücuma məruz qalıblar. Bu təzyiq və təhqirlər 1988-ci ilin sentyabrına dək davam edib. 1988-ci ilin sentyabrında Azərbaycanlıların evlərinin yandırılmasına başlanılıb. Təcili yardıma zəng edəndə həkimlər çağırışa gəlməyib. Təcili tibbi yardımdan ona cavab verən şəxs bundan sonra Azərbaycanlıların çağırışlarına gəlməyəcəklərini bildirib. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zaman zərər çəkmiş şəxs bildirdi ki, onlara daha çox zərər verən həmin vaxt İpək kombinatında onlarla bir yerdə işləyən, dəzgahların yağlanmasına baxan, sonralar komsomol katibi, daha sonra Ermənistan prezidenti olmuş Robert Köçəryan olub. Xüsusilə vurğuladı ki, Miyatsum ideyası ortaya atılandan sonra Azərbaycanlıların fəlakəti başlayıb. 1988-ci ilin oktyabrında onları əli avtomatlı silahlıların təzyiqi ilə avtobuslara yığıb Xankəndidən çıxarıblar. Deyiblər ki, Azərbaycanlılar şəhərdən çıxmalıdır. Çıxmasalar daha çox ölüm itim olacaq. Sonra zərər çəkmiş Vüqar Məhərrəmov ifadə verdi. Dedi ki, 1990-cı il martın 23-dən 24-nə keçən gecə hərbi formada olan erməni silahlıları yaşadığımız Qazağın Bağanis ayrım kəndinə hücum etdi. Kəndi, evlərimizi yandırdılar. Sonra isə kənd sakinlərini güllələyib yandırdılar. Bizim silahımız olmadığı üçün özümüzü müdafiə edə bilmirdik. Erməni kişiləri əhalini qətlə yetirib, evlərindən qovduqdan sonra erməni qadınları boş qalmış evlərimizə daxil olub talan edirdi. Ardınca isə erməni kişilər talan olunmuş evləri yandırıb məhv edirdi. Bütün mal-qaramızı yığıb apardılar.
Mən ermənilərin evimizin yanındakı ot tayasının yanında mahnı oxuyub, əl çalıb əyləndiyini gördüm. Səhərsi gün həmin ot tayasının içindən atamın yanmış meyidini tapdıq. Məlum oldu ki, atamı ayağından güllə ilə vurub, həmin ot tayasına sürüyüb aparıblar. Orada atamı diri-diri yandırıb əylənilmişlər. Kənddən Azərbaycanlı polislərin köməkliyi ilə çıxdıq. Bundan sonra biz kəndə qayıda bilmədik. Zərər çəkmiş Ramiz Adgözəlov Qazax rayonunun Bağənis ayrım kəndində yaşadığını və martın 23-dən 24-nə keçən gecə erməni silahlı dəstəsinin kəndə hücuma keçdiyini, evləri talan etdikdən sonra yandırdıqlarını dedi. Bildirdi ki, ermənilər onun 39 günlük körpəsini yerə çırpıb öldürüblər. Qadınlara zülm ediblər, həyat yoldaşını da qətlə yetiriblər, arvadını və körpə övladını yandırıblar. Həyat yoldaşım və 39 günlük körpəm və qaynatan və baldızım. Ermənilər mənim 39 günlük körpəmi bax belə yerə, körpəni yerə vurdular, paramparça elədilər. Qadınlara nə zulümlər, nə əzablar verdilər. O qadınlara, o kişilərə, onlara bir əzab zulüm verdilər. Görülməmiş bir şey, bir bəşli idi. Hadisə zamanı 6 nəfər kənd sakini və 1 nəfər milis işçisi qətlə yetirilib. Qətlə yetirilən kənd sakinləri qadın, yaşlı və uşaq olub. Qətlə yetirilmiş şəxslər arasında onun qaynatası, qaynanası, baldızı da olub. Zərər çəkmiş Aidə Qurbanova dedi ki, o vaxtlar həyat yoldaşı Zirəddin Əhmədov Bağanis ayrımda sahə müvəkkil işləyib. İş yoldaşı Məcid Əhmədovla birgə kəndin xilası üçün mübarizə aparıb. Daha sonra dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən məhkəmədə məhv edilmiş Bağanis ayrım kəndinin fotoları və video görüntüləri nümayiş olundu. Həmin vaxt zərər çəkmişlərin bəzilərinin halı pisləşdiyi üçün məhkəmə zalını tərk etdilər. Görüntüləri izləyən təqsirləndirilən Arayik Harutyunyan süni olaraq kədərləndi. Zərər çəkmiş Zemfir Abbasova dedi ki, ermənilərin Azərbaycanlılara hücumu Xankəndi sakinlərindən başlayıb. Gecədən səhərədək erməni silahlıları Azərbaycanlıların evlərini mühasirədə saxlayıb. Şəhərdə ermənilərə yaxşı şərait yaradılıb. Azərbaycanlılar isə olduqca çətin və təhlükəli vəziyyətdə yaşayıb. Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zaman zərər çəkmiş qeyd etdi ki, işlədiyi dəmir yolu idarəsində Azərbaycanlı işçilərə münasibət çox pis olub. Onlara işdən çıxmaları üçün təzyiq göstərilib. Zərər çəkmiş dedi ki, ermənilər onun özünün, atasının, bacılarının evlərini dağıdıb. Deyiblər ki, türklər məhv olmalıdır, Xankəndində yaşamamalıdır. Onların evlərinə başqa yerdən ermənilər gətirib yerləşdirəcəklərini söyləyiblər. Şahbazyan, bir də Koçaryan. Koçaryan deyir ki, Xocalı yer üzündən silinməlidir, yanmalıdır. Xocalının yəni tikinti gedirdi, yeniliklər gedirdi. Deyirdik, eləsinlər, yer üzündən siləcək, elə o binaların içində yandıracaq, onları məhv edirdi. Fevral ayında başlayan o nümayişdə müyəçim deyiləndə, o vaxtda mən hamısını orada işləyən, yaşayan adamım. O vaxt bilirdim ki, onlar təşkil eləyir, başçılığı onlar eləyir, Kublikun başçısından. Qapıya da yazmışdılar ki, bizimdir, buraya gəlsəniz, öləcəksiniz, məhv olacaqsınız. Zərər çəkmiş Validə Rəsulova isə dedi ki, Kərkicahan qəsəbəsində yaşayıb, İpək kombinatında işləyib. 1988-ci ildən ermənilər onlara zülm etməyə başlayıb. Həmin il sentyabrın 18-də həyat yoldaşı Kərkicahanda yaralanıb. Zərər çəkmiş Fəridə Hüseynova dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab olaraq dedi ki, ailə üzvlərinin əksəriyyəti 1-ci Qarabağ müharibəsində xəsarət alıb. Ermənilər Azərbaycanlılara zülm edib. Xankəndi ipək fabrikində işləyib. Ermənilər Azərbaycanlıların çalışmasına imkan verməyib, incidiblər. Zərər çəkmiş ev eşiyindən didərgin salındığını dedi. Zərər çəkmiş Ədalət Vəliyev Ermənistan Silahlı Qüvvələrinin 1990-cı il yanvarın 15-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndini işğal üçün etdiyi hücum zamanı zərər çəkib. Dedi ki, Ermənistanın kəndi işğal etmək planı hələ Sovetlər dönəmində olub. 1988-ci ildən sonra ermənilərin kənd sakinlərinə hücumları başlayıb, kənd sakinlərini incidiblər. Dövlət ittihamçıları Fuad Musayev və Təranə Məmmədovanın suallarını cavablandıran zərər çəkmiş şəxs qeyd etdi ki, Kərki ərazi mövqeyi yüksəklik baxımından strateji əhəmiyyət daşıyıb. Kənddə təxminən 70 ev olub və Azərbaycanlılar yaşayıb. Ermənistan üçün belə bir strateji əhəmiyyət daşıyan ərazini işğal etmək üstünlük təşkil edib. Kəndə 500 nəfər silahlı erməni hücum edib. Kənd sakinləri müqavimət göstərsə də üstünlük qarşı tərəfdə olub. Kəndə hücum zamanı 5 nəfər kənd sakini yaralanıb. Zərər çəkmiş Əli İskəndərov isə dedi ki, 1990-cı il yanvarın 15-də Kərkiyə bütün istiqamətdən hücum edilib. O vaxtadək isə
Sərhəd kəndlərdə yaşayan ermənilər onlara ara-sıra hücum edir, gediş-gəlişə, sərbəst hərəkətə mane olub. Kənd işğal edilərkən ermənilər evlərin bəzisini yandırıb. Məhkəmə prosesi aprelin 14-də davam etdiriləcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Ana Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi, yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçilik əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkanyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.